Salam bağban dostlar. Demək, həyətdə əkdiyim qarpız şitilləri bu şəkildə biraz uzanıblar. Bəzi tağlarda belə qarpızlarımız da var. Balaca şəkildə görürsünüz. Balaca qarpızlarımız da var. Mən sizə indi hamısını göstərim bir-bir. Və bu uzanmış olan şitilin başlığında burada 2 dənə balaca yenə qarpız var. Bir dənə də burada böyüyü var. Bax burada bir dənə də böyüyü var. Yox, orada görünmədi. Hə, burada var. Sonra gedək. Burada var. Bu başqa şitildir. Belə bir formada var. Burada 2 dənə balacadır. Hə, bunu göstərdim. Sonra baxaq başqa harda var. Başqa harda var. Burada var bir dənə balaca. Yəni hal-hazırda iyul ayının ortasıdır da. Yəni avqust ayının ortasına qədər bir ay müddətimiz var. Bu bir ay müddətində bu qarpızlar böyüyüb. Həcm alacaqlarımı, almayacaqlarımı, bax onu yəni ki bir ay sonra sizə çəkib göstərəcəm. Burada da bir dənə balaca qarpızımız var. Görürsünüz, fındıq boyda. Yəni suyunu həmən hər gün veririk. Burada da bunu göstərdim, bəli, yoxsa yox. Burada da bir dənə balaca qarpızımız var. Həmən hər gün veririk. Orada balaca bir xiyar var, asılıb. Bunlar da patisondur deyə bilirəm. Biz boranı almışdıq, şitil almışdıq, amma bizə belə bir formada şitillər veriblər. Şitillər böyüyüncə bu formanı gördük. Əvvəldən bilmirdik. Yəni Mərdəkəndə şitil satılan yerdən götürdük. Bunun da bax meyvələri belə formadadır. Bunu da göstərim sizə. Bu boranı deyil yəni. Bu bal qabaq da deyil məncə. Patisona oxşuyur yəni. Bu da bir cür qabaq sortlarındandır yəni. İndi bu meyvə versin, meyvəsi böyüsün. Onu da o vaxtı çəkib sizlə paylaşaram. Nə cür bir bitkidir. Bu bitkini ilk dəfə də görürəm. Şitilindən tanımaq olmur. Sadəcə satanın təqdimatıyla əlaqədar yəni fikir yürütmək olur. O deyir ki, bu boranıdır. Sən də alırsan, evə gətirirsən. Bax, belə 2 dənə meyvəsi var burada, amma onlar artıq sağalmış vəziyyətdədir. Elə görürəm. Bəlkə başqa bir çiçəklərindən meyvə verər. Bu biraz ondan fərqlidir sort olaraq. Yəni bu uzanıb bu formada. Ola bilər ki, bu fərqli meyvə versin. Onlardan fərqli olaraq bu fərqli meyvə versin. Amma onlar hamısı elə normal kol kimi bir yerdədirlər. Yəni ara da üzərində işləyir. İndi sizə əkdiyim digər şitilləri də çəkim, göstərim. Deməli, burada biz badımcan əkmişdik. Badımcanlardan dərmişik, meyvələr olub. Yəni daha doğrusu tərəvəzlər olub, dərmişik. Belə diqqət edirsiniz, burada bir dənə balaca meyvə tərəvəzi var, badımcanı var. Belə. Orada da var. Orada da var. Burada da bir dənə balacası var. Hal-hazırda. Aha, demək burada bir şitil üzərində 2 dənədir badımcanı. Bunlarda hələ badımcan görülmür. Yəni artıq bir neçə dəfə badımcan dərilib həyətdən. Burada da var badımcanlarımız. Bunlar da hələ elə də böyük bir meyvə gətirmirlər. Bunlar hələ balaca qalıblar. Bilmirəm bunların dərdi nədir. Burada bizim balkonda
ştilini yetiştirdiğimizlərdir, yəni biberlərdir. Balkonda yetişdirmişəm bunu çəkirdəkdən, belə də toxumdan. Bunun hal-hazırdakı vəziyyəti belədir. Üzərində bir dənə, iki dənə meyvəsi var. Yəni daha doğrusu tərəvəzi var. Bax belə formada baş aşağıdır. Bu şirin biberdir. Orada da var. Yaxınlaşdırım. Görebilirsiniz, orada da var. Orada da var. Burada da var belə. Burada da hələ inkişafı devam edir. Haradasın? Aha, burada inkişafı devam edir. Görək, bunlar çiçəkləri var. İnşallah meyvələri böyüyər, baxarıq. Burada bizdə demək, bunlar da şirin biberlərdir. Bunlar da şirin biberlər. Amma bax, bu biri ştillər isə bunlar acı biberlərdir. Diqqət edirsiniz, bax, orada üzərində bir dənə var. Baxın. Aha. Deyən ki, görülür. Bax, belə acı biberlər üz yuxarı şəkildə inkişaf edir. Bax, bir də buradadır. Görürsünüz, bax, burada. Bir də buradadır. Bax, orada var iki dənə. Bir ştilin üzərində. Orada arkada var bir dənə. Yaxınlaşdırım. Görürsünüz. Sonra burada var. Burada da belə formada. Bunlar acı biberlərdir. Bunlardan 1-2-3 dənə dərilib acı olduğu dəqiqdir. Sonra bizim burada şirin biberlərimizdən, bolqar biberlərimizdən baş yuxarı olan sortlardır bunlar. Gözlə qızım. Biraz qırağa dur. Qoy bir keçim. Aha, bax. Burada diqqət edirsiniz. Burada hörümçək də basıb biraz. Görürsən. Belə formada bizim əlavə biber sortlarımız var. Bunlar bolqar biber kimidir. Yəni elə bir ki, baş yuxarı. Yəni saplağı aşağıda, biber özü yuxarıda olacaq şəkildə inkişaf edir. Digər biberlərdən fərqlidir. O dibdə də bizdə var əlavə bir cür sort. Burada da 1-2-3 dənə üzərində gətirib bilməm görebilirsiniz yoxsa yox. Bax, orada bax. Burada bir dənə görürsünüz. Bu da baş aşağı olan sortlardandır. Baxın, burada da var. Yaxınlaşdırım. Aha. Bax, orada iki dənə var bir ştil üzərində. Bunlar şirin biberlərdir. Bir cür adı da var. Kaspi deyirlər, yoxsa karpi deyirlər. Karpi növü deyirlər, yəni. Elə biberlərdəndir. Rəngli biberlər olur. Yəni sarı, qırmızı, yaşıl, fərqli rənglərdə olurlar. Burada da bizdə pomidor şitələrimizdə hələ bunları biraz genişdən alım. Pomidor şitələrimizdə salxım növüdür belə. Yəni salxımlı növdür. Yəni bunu hələ azaltmaqla eləməmişik. İndi böyüdüyü zaman baxacağıq vəziyyətə. Əgər bir salxım üzərində bəzi meyvələrdə belə deyək, tərəvəzlər böyüməsə, yəni balaca qalsa, o birlərinə böyüklərə dəstək vermək üçün balacaları ləğv etmək gərəkə bilir. Belə bir yol eləyirlər. Biraz suyu ola bilər azdır, az verilib. Yəni buna biraz su dəstəyi vermək lazım ola bilər. Yarpaqları biraz büzüşmüş kimidir, amma arxadakı yaxşıdır. Bu qabaqdakı da biraz büzüşmüş kimidir. Sanki suya biraz əlavə ehtiyacı var. Burada da belədir. Yəqin ki, meyvə gətirənlərdə belədir. Yəni çünki meyvəsi az olan ştillərə baxıram. Onlarda belə də formada şey yoxdur. Yəni yarpaq büzüşməsi halı yoxdur. Bax, orada var. Burada var, amma bunda yoxdur. Məsələn, bunu görürsünüz, yarpaqları çox şuxdur. Yəni. O arxadakı da elədir. Arxadakı da biraz büzüşmüş formadadır yarpaqları. Buna əlavə, bunlara əlavə. Bunların yeri səth olaraq biraz hündürdə qalıb. Ondan qaynaqlanmış ola bilər. Su verildiyi zaman bunların suyu axır, aşağıdakılara gedir. Ola bilər bunların öz suları özlərinə eksik qalır. Bunların diblərini yuvarlaq şəklində belə
formaya salacağım ki suları özlərində qala bilsin. Bax bunlar çeri pomidorlarıdır dostlar. Onu da sizə göstərim. Çeri pomidorları mən ilk dəfə də əkirəm. Belə formadadır. Çox maraqlı boyu var. Yəni pomidor iştirləri özü çox balacadır. Meyvələri də yəni üzərində olacaq şəkildə. İndi bunlar görək bizə ilk dəfə meyvə verəcək, baxacaq görək nətərdir. Dadı necədir? Görək bu bazarda satılan çeri pomidorlardan fərqliyi varmı? Yoxsa eyni cinsdir. Belə. Burada bayaqlar göstərdim. Burada badımcanlar balaca qalıb nəsə. Burada bizdə toxum atılıb böyütmələr. Ya quş gətirib. Burada zeytun ağacı, yəni balaca formada böyüyüb biraz. Bu uzanmış olan böyütməli ərik ağacıdır. Bunlar da bizdə çiyələklərdir. Çiyələklər qız zoğ verərək keçirlər daima. Bax bura bizdə yenə badımcandır. Üzərində 1-2 dənə balaca badımcanları var. İnkişafı gedək görən nə olacaq. Burada da yenə badımcanımız var. Elə işlər hələ balaca qalıb nədənsə. Bunu bir dəfə paylaşmışdım. Demək bu polietilen şeydir də, belə deyək, örtüydür. Bunu göstərirlər ki, eləyirlər belə formada, amma nəsə bunu yaxşı tuttura bilmədik. Yəni altında istər-istəməz şeylər qalır, bitkilər qalır. Bitkilər tam ölmür. Ətrafından bir şəkildə onlar inkişaf edirlər. Yəni çiyələk özü də işləyir, daimi belə deyək də qız zoğ verir, artmağa çalışır. Mən bunu keçən dəfə qırdı qız zoğların hamısını, amma buna baxmayaraq diqqət edirsiniz, yenə təzədən burada bizdə qız zoğlar verib. Yəni əlavə qız zoğlar verib, oradadır, burada da var. Amma bunların hamısını bir gün tutub hamısını təmizləmişdim, amma nədənsə bitki qız zoğ verib artmağa yəni yönəlikdir də, belə deyək. Səbəbi nədir, tam anlamış deyiləm. Yəni belə formada da yəni qız zoğ verir, artırdılar. Biz ona ümumi selləmə kimi su veririk bura. Amma burada da keçən il məsəl üçün biz buradan çiyələk meyvəsi dərmişik, amma bu il heç bir dənə də olsun çiyələk meyvəsi dərə bilmədik. Burada təzə əkdik. Buradan da heç bir dənə də hələ də bu günə qədər çiyələk götürülməyib. Yəni meyvəyə keçməyib. Sonra bizdə burada badımcan var. Yandakıları demək, bunlar xiyar şitirləridir, amma arxadakılar isə badımcan şitirləridir. Bunun üzərində bir dənə, 2 dənə badımcanı var. Olanda onlar artıq dərəcəyik. Burada reyhan şitirlərimizdir. Reyhan şitirlərimizdən həm ağı, həm də qarasıdır. Ağlar artıq toxumlamaya keçib. Qaralardan da toxumlamaya keçən var. Diqqət edirsiniz belə. Toxumlamaya keçən var. Biz indi bundan ola bilər toxumlarından götürüb gələn ili təzədən bir də əkə bilərik. Burada bizdə nanədir. Yəni bir dipçisi almışdıq. Bir neçə dənə elə bir şey nanə şitiri bir aradaydı. O yana çoxalır deyən. Biz onu elə biraz uzaqda əkdik. Buraları ya bu tərəfə ya o tərəfə uzanmağına imkan yaransın deyə belə bir formada. Burada isə bax burada cökə birer söhbəti getmişdi. Onu da göstərim sizə. Bu cökə ağacı balaca 30-40 santim qədər böyümüşdü keçən il. Bu il tamamilə ləğv olundu, yəni qurudu getdi. İndi kökündən təzədən belə formada 2 dənə ayrı yəni çıxardıb. Bilmirəm bu cökədir yarpağından yoxsa tutdu. Tutdu ola bilər amma bu tutdu ola bilər. Heç bəlkə də cökə deyil, bu tutdu. Bu yarpağı şey oxşayır amma bu tutdu. Bu tut oxşayır. Bu cökə midir, tut mudur? Tut olsa bir abırçılıq da, yəni şey. Tut, çünki burada bizdə tut ağacı da var. Tuta da çox oxşayır.
Yəni dostlar, bax şəklini bir də yarpağın şəklini sizə paylaşım. Buna bir mənə rəy yazarsınız sizə zəhmət. Yəni bu tut ağacının yarpağına oxşuyur sizcə, yoxsa cökə ağacının yarpağına oxşuyur? Bir də bunu göstərim sizə. Bax belə. Bu tutdumu yoxsa mən burada əvvəllər cökə əkmişdim. O cökə ləğv olundu. Yəni belə ləğv olundu nə mənada? Yəni qurudu getdi də çubuq olan hissəsi. Kökündə nə qalıbsa oradan inkişaf gedib deyə fikirləşirəm. Cökə olduğunu düşünürəm, amma cökə olmaya da bilər. İndi mən sizə burada yaxınlıqda olan tutun şeyini göstərim, yarpaqlarını göstərim. Ola bilər ki, bunun yarpağına bax, əl vururam, yumuşaqdır. Fason olaraq da buna da oxşuyur, yəni. Ona da oxşuyur. Bəli. Cökə ilə tutu qarışdırmış ola bilərik. Bu yarpağında insan hiss edir ki, ola bilər. Bu ola bilər, bəlkə də cökədir. Bağıma tut oxşuyur. Çünki yarpağındakı o biraz sanki tüklü şey var. Arxasını da çəkeyim. Bu belədir. Bu tut yarpağına oxşuyur. Bu böyük ihtimalle tut yarpağına oxşuyur. Böyle yaxşı çəkə bilmədim. Videoda baxmıram. Bax, belə formadadır. İndi bunun arxasına baxaq. Bax, bunun arxası da belədir. Görə bilirsiniz. Bir böyüsün biləcəyi. Əgər tut olsa təbii ki, ləğv eləyəcəm. Daha tutlardan bezmişik. Burada belə formada xiyar ştilimiz var. Bunu buradan astım. Bilmirəm. Belə formada asmışam. Birini asmışam, amma bu 2 dənəsi qalıb. 2 dənəsini də bu günlərdə asacağım. Bunlar, diqqət edirsiniz, bunlar yemiş olmalıdır. Yemiş deyə almışdıq. İndi hələ indiyə qədər bir də orada var. Bəlkə də qovundur. Bax, burada bir dənə görürsünüz. Yaxınlaşdırım. Aha, belə bir meyvə var. Bu qovundur onda. Qovun oxşuyur. Yemiş çünki yumru olurdu. Bir də həyətdə ekmişəm mən. Görmüşəm onun meyvəsi nətər böyüyür. Yumru formalı. Bu qovundur. Bu uzunsun formadadır. Demək yemiş olmayacaq. Qovun çıxacaq bunlar. Burada da var. Buradakı bilmirəm meyvəyə keçib yoxsa yox. Belə. Bunlar da onda qovundur böyük ihtimalla. İndi böyüdükdən sonra bəlli bir həcmə gələndə artıq onu rahat bir şəkildə görə biləcəyik. Belə qabağa keçmiş hissədə var. Əslində alsa mən bunları xiyar ştili ilə qarışdırmışam deyən. Bu xiyar ştilləri burada əkməyi düşünürdüm. Divarda bir taxtayla, yəni onları asmağa fikirləşirdim. Amma nədənsə yemiş arxaya düşdü. Yəni qarışdırdıq deyən arxaya düşdü. İndi də ona görə də yəni o arxadan suyunu veririk. Üzü bu tərəfə tərəf bunları inkişaf etdirməyə çalışırıq. Burada da bir dənə xiyar ştilimiz var. Belə. Bu da belə bir özündən yəni yaranmış, yəni bunu mən əkməmişəm. Özündən yaranmış bir bitkidir. Bunu da sizi sual kimi yönləndirim. Görüm tanıyanlar biləcəkmi? Hansı bitkidir? Rəylərdə qeyd edərsiniz. Bu bizə qoz ağacıdır. Üzərində burada qozlar var. Bir neçə dənə göstərim sizə. Baxın, belə formada qozlar var üzərində. Çox sərt qabıqlı qozdur. Yəni bunu normalda mürəbbə eləməyə daha müsaitdir. İndi istifadə eləmirik. Mürəbbə formasında da hazırlamırıq. Amma yəni hazırlana bilər. Hazırlana bilər. Yəni yığılıb, indi yox, amma daha əvvəllərdə elə bir şey yığılıb bundan deməli mürəbbə hazırlana bilər. Potaşda gözlədilib, üz qabığını biraz götürürsən, elə bir ki potaşla. Ona şəkər işləyə bilsin deyə, biraz da əhəngə qoyursan, tamamən yumuşaqlığı olmasın deyə. Yəni belə formada uyğun reseptlərimiz vardı. Mən Azərsun Holdingdə işlədiyim dövrlərdə konserv məhsullarını təkmilləşdirmə şefi idim. Biz eləyirdik yəni rayonlarda belə. İndi bunu da indi bilmirəm. Yəni gələcəyində çıxıb bir belə yığıb, vaxtında yığıb
mürəbbəsini hazırlamaq olar. Yaxşı dostlar, belə. Bunlar da bizdə yovşanlardır. Arı saxladığım dövrlərdə bunları mən istifadə edirdim. KAS81 demək məhlulu hazırlayırdıq. Onlara yaxşı təsir edirdi. Həm varroa qarşı da müsbət təsirləri var idi. Onu istifadə edirdik. Belə çox uzun bir video oldu. Burada dayandırıram videonu. İnşallah rəylərdə, yəni məsləhətlərinizi, fikirlərinizi bildirərsiniz. Ümumi həyətimizdə, yəni yaratdığımız bu iştillərdir, tərəvəzçilikdir, bostandır. Yəni bunlar haqqında fikir bildirərsiniz. Dinləyərik. Yaxşı olar inşallah. Yəni